Əzizlərim, mən Yahyanın müjdəsindən oxumaq istəyirəm. Deməli, maraqlı bir hadisə yazılıb 9-cu fəsildən. Amma ümumiyyətlə öz şagirdlərinə, nəinki şagirdlərinə, yəni kim onu qulaq asırdı, İsa Məsih elə bir söz işlətdi. Dünyanın deyir nuru mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək. Həyat nuruna malik olacaq. Dünyanın nuru, dünyanın işığı mənəm deyir. Bu işığı da gərək hər bir insan görməlidir. Deməli 9-cu fəsildə belə bir maraqlı bir hadisə yazılıb. Baxın necə yazılıb. İsa yola gedərkən, daha doğrusu yolla gedərkən anadan gəlmə kör bir adam gördü. Əzizlərim, Qusar rayonunda ümumiyyətlə elə bir insan varmı? Rast gəlmisiniz, anadan gəlmə bir kör olsun. Var ya yox? Amma ümumiyyətlə elələr də rast gəlir də bizə. Deməli, Yerusəlim şəhərində elə bir insan var idi. İsa da yolla gedərkən anadan gəlmə kör adam bir gördü. Şagirdləri ondan soruşdu. Rabbi, yəni usta, kim günah etdi ki, bu adam kör doğuldu? Özü, yoxsa ata-anası? Sizcə niyə belə bir sual verdilər? Bilirsiniz niyə? Yahudilərin ümumiyyətlə elə bir fikirləri, elə bir düşüncələri var idi ki, əgər insan anadan gəlmək kördürsə, deməli təqsir kimdədir? Ata-anada. Bunların başına bəla gəlib ki, bax bu uşaq kör doğulub. Nəinki yahudilərdir, məncə bizim millətimizdə də elə bir düşüncə var. Əgər uşaq xəstə doğulubsa, əgər uşaq belə deyək də kördür, kardır, qüsuru var da yəni. Deməli, bu elə bil ki, ata-ana üçün bir bəladır. Elə başa düşürdülər. Və İsa cavab verdi, nə özü deyir, günah etdi, nə də ata-anası. Xeyr, elə deyil. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. Sonra da baxın necə yazılıb. Sözləri deyəndən sonra İsa Məsih nə etdi? Yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kör adamın gözlərinə sürtdü. Sonra ona dedi, get, Şiloh hovuzunda yuyun. Şiloh yəni göndərilmiş deməkdir. O kör insan da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. Çox belə, bilirsiniz, doğrudan da böyük bir möcüzə oldu. Amma mən bunu oxuyanda əvvəllər başa düşmürdüm. Yaxşı, İsa bəs sadəcə söz deyə bilməzdi. Gözlərin açılsın. Yadınızdadır, elə bir kör adam var idi. Məndən deyir, nə istəyirsən? Deyir, istəyirəm ki, gözlərim açılsın. Deyir, günahların da bağışlandı, gözlərin də açılsın. O saat, yəni dərhal gözləri də açıldı. Yadınızdadır. Burada isə belə deyil. Nəyi görsün? Bəs orada insanlar görmədi. Bəs burada necə? Baxın, neynir? Kör adama baxır, şagirdlərlə danışır, deyir ki, yox, atası, anası günah işlətməyib. Yox, özü də elə bir böyük bir günah işlətməyib. Amma və o kör adama baxaraq, bilirsiniz nə edədir? Yaxşı ki, o kör insandır. Bir tərəfdən. Bilirsiniz niyə? Düz qabağında tüpürdü. Xoşunuza gələr kimsə qabağınızı tüpürsə? Hə? Amma bu insan heç nəyi görmür. Heç nəyi görmür. Qabağında sadəcə tüpürdü. O tüpürcəkdən
Yəni indi torpaqla qarışıb bir palçıq düzəltdi. Hər adam da eləməz də bunu. O palçığı götürdü, nə etdi? Ala bu da sənə. Gözlərini elə bil çırpdı. Kimin xoşuna gələr? Sonra da nə dedi? Get yuyun. Get yuyun. Hara? Deyib, bax, o hovuz var. Ged orada yuyun. Şiloq adında bir hovuz var. Ged orada. Axı, gedə bilmirəm. Mən gedə bilmirəm. Qollarından tutub, onu apardılar. İndi bu kör insanın, siz təsəvvür edin, kör insanın belə ağlında min bir fikir keçir. Elə deyilmi? Görəsən, gözümə palçığı niyə bu şey eləyib, qoyubdu? Sürtüb, niyə eləyib elə? Deyərdi sadəcə gözünü açılsın. Axı, onun haqqında çox eşitmişəm. O qədər elə sadəcə bir söz deyən kimi o saat insanın qulağı, insanın gözü açılırdı, insan sağalırdı, insanı dirildirdi. Amma burada isə götürüb palçıq qoyur və deyir ki, get deyir, get əlizvi yox, get əlizvi yox. Və mən onun yerində olsaydım, mən başa düşməzdim. Palçıqlı. Gedə-gedə elə məni aparırlar, deyirlər ki, ged yuyun. Yaxşı, nəysə. Yazılıb ki, o da gedib yuyundu. Siz indi təsəvvür edin, nə oldu, nə baş verdi. Yuyunanda, təmiz bir su idi da, hovuzda. Yuyunanda gözləri açıldı. Əzizlərim, birinci növbədə bu yazıq insan artıq yazıq olur, yəni artıq şəfa tapdı. Ümumiyyətlə, bax, bu insan birinci növbədə kimi gördü və nəyi gördü? Kimsə deyib, Rəbbi gördü. Qardaşlar, susmayın, buyurun. Kimi gördü? Xıdır. Yox, adamlar oradaydı, arkadaydı. Arkada. Axı o əyilib özü yuyundu. Suyu gördü, ha? Ay sağ ol. Çox gözəl. Dostlar, özünü gördü. Suda. Özünü heç vaxt görmürdü. Xanadan gəlmə kördü. Özünü yuyan kimi gözlərini açdı. Kimi gördü? Özünü gördü. Və nəyi gördü? Bilirsiniz nəyi gördü? Əllərində elə palçıq qalıb. Gördü axı. Biraz qalıb. Əzizlərim, bilirsiniz, mən bunu oxuyanda o saat mənə nə açıldı? Biz də o insan kimi anadan gəlmə. Gözlərimiz palçıqla tutulub. Əllərimiz günaha batıb. Bu dünyada gəzərkən, bu dünyada olarkən palçıq içində yaşayırıq. Məcaz mənada. Palçığa batmışıq. Gözlərimiz palçığa batıb. Özümüz bu palçığı sürtmüşük. Ora bura baxırıq, istəyən şeyi eləyirik, istəməyən şeyi, nə bilirsiniz, yaxşılıq etmirik. Daha doğrusu çox pis işləri görürük. Yəni insandan söhbət gedir. Palçıq içindədir. Palçıq içindədir. İsa Məsih ilə görüşən kimi İsa Məsih deyir ki, get gözlərimi yum. Sənin gözlərin palçıqlıdır. Get əllərimi yum, suya batır. Çünki əllərin də günah içindədir. Get yuyun. Dostlar, eləcə də Rəbb vaxtı ilə bizi tapıb, eləcə də bizimlə görüşüb,
Biz onu tanımırdıq, biz onu görmürdük. Yox, başqa cür görürdük. Bilirsiniz necə? Hə, onun haqqında çox eşitmişik. Daha doğrusu bəlkə də peyğəmbər kimi bir insan, amma o ki gözlərini açan bir böyük bir şəxsdir. Mənə göstərən sən kimsən? Yəni bilirsiniz necə deyim sizə əzizlərim? Rəblə rastlaşan kimi Rəbb o saat mənə göstərir əvvəlcə mən kiməm. Sonra da Rəbbi tanıyıram. Əvvəl məni göstərir. Necə ki o kör insan əvvəl özünü gördü. Gördü ki mən doğrudan da nəinki kör anadan gəlmə. Doğrudan da günahkar idim. Bax, indi görürəm ki mən günahkaram. İndi görürəm ki, mən günah içində yaşamışam və günahın əvəzi nədir, nəticəsi? Mən o çuruma gedirdim. Nə yaxşı ki, İsa ilə mən görüşdüm. Nə yaxşı ki, İsa gözlərimə toxundu. Nə yaxşı ki, o mənə göstərdi, mən kiməm. O açmasaydı, mən hələ deyirlər də hamı günah işlədib də. Kim demir ki, elə adam varmı ki, günah işlətməsin? Sən də günahkarsan, mən də günahkaram. Nə olanda eləyirik də, eləyirik. Amma ya Rəbb, doğrudan da bədbaxt bir insanam. Mən ölümə gedən günahkaram. Mən bunu gördüm, məni bağışla. Dostlar, o saat Rəbb mənə açır. O saat mənə Rəbb açır ki, doğrudan da necə də mərhəmətli Rəbbimiz var. Və gözüm dostlar yazılıb ki, deməli gözləri açılmış halda qayıtdı. Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyarlar. Tanıyanlar da deyirdilər. Bu həmən o anadan gəlmə kör insan deyilmi? O deyilmi? Biz axı onu tanıyırdıq. Əzizlər, bizim gözlərimiz açılanda, biz iman edəndə ətrafda olanlar, qonşular və dostlar, qohumlar, onlar da bizim haqqımızda çox şey bilirlər də, belə keçmişimizi. O həmən, belə deyək, Rauf deyilmi? Həmən o mehriban deyilmi? Axı onu tanıyırdıq. Nə oldu birdən belə? Tam başqa insan oldu. Dəyişildi. O həmən kör insan deyilmi? Əvvəllər oturub dilənən bir adam idi da, tanıyırdıq. Əvvəllər belə olub. Bəziləri isə deyir, yox o deyil. Amma oxşuyur. Və görün onun həyatı necə birdən dəyişildi. Dostlar, mən onun haqqında danışanda, yəni birinci növbədə bizə aiddir. Biz Rəblə barışanda görün necə birdən dəyişilirik və bizə baxan insanlar, qonşulardırmı, yaxınlardırmı, bacılarımızdır, ata-analarımızdır, yəni imansız insanlar, onlar bilirsiniz, heyrətə gəlib deyirlər ki, axı biz onu tanıyırdıq. Əvvəllər kim idi? Bəs indi kimdir? Və onu çağırıb bəziləri soruşdular ki, bura bax, gözlərin deyir, necə açıldı? Gözlərin necə açıldı? Dostlar, necə açıldı? Sizcə necə cavab verdi? O cavab verdi. İsa deyilən adam palçıq düzəldib, gözlərimə sürtdü və mənə deyir, get yuyun, dedi. Mən də gedib yuyundum və gözlərim açıldı. İnandılar? İnanmadılar. Heç inanmadılar. O saat onu apardılar, belə deyək də, bu
Ağsaqqalların məclisinə, orada onu sorğu-sual soruşdular. De görüm gözləri necə açıldı, bu yenə də başa salır deyir ki, bəs İsa adında bir adam mənə rast gəldi. Mən onunla görüşdüm və gözlərimi o açdı. Onda onlar nə edirlər? Bax o dindar insanlar valideynlərini çağırır, ata-anasını çağıranda onlardan soruşurlar ki, budur oğlunuz. Deyirlər, bəli. Kör olduğunu söylədiyiniz oğlunuz doğrudan da budur. Onlar da deyirlər ki, biz bilirik ki, bizim oğlumuz kör olub, kör doğulub. Amma gözləri necə açılıb, siz özünüz ondan soruşun. Çünki həddi buluğa çatıb, qoy özü barədə özü danışsın. Yenə də Yahudi başçıları əvvəllər kör olan adamı ikinci dəfə çağırıb ona dedilər, Allahın izzəti namını doğru söylə. Biz bu adamın günahkar olduğunu bilirik. O da cavab verdi ki, o adamın günahkar olub olmadığını bilmirəm. Bir şey bilirəm ki, əvvəl deyir, kör idim, amma indi görürəm. Dostlar, mən iman edəndə indi evdə bilirsiniz, anam da, qonşularım da o saat bildilər ki, mən İsa Məsihi qəbul etdim. Yəni susmurdum da, danışırdım İsa haqqında. Və o saatda doğrudan da gördülər ki, həyatım dəyişildi. Rəbbə şükürlər olsun. Və qonşulardan Cavad adında bir qonşumuz var idi. Məni çağırır. Mən evdən çıxaraq deyirəm, eşidirəm. Deyir, paltarımı geyin, çıxaq görək söhbətim var. Çıxdım. Qolumdan tutdu, apardı məni. Bilmirəm, danışmışam burada ya yox. İndi qolumdan tutub apardı məni. Bu hara aparır bilmirəm. Nə hara aparsan məni. Eşitdim ki, sən İsanı qəbul etmisən? Bəli. Eşitdim ki, deyir, xristiyan olmusan? Deyirəm, bəli. Qolumdan tutub apardı məni. Gətirdi bilirsiniz ara. Mən əvvəllər xəbərim yox idi, nə olan bir yerdir. Daha demək nə bu mədrəsə imiş. Deyir, ayaqqabılarımı deyir, çıxart görüm. Müqəddəs bir yerdir. Çıxartdım. Gəl görüm, burada bizim axundumuz var, sənlə söhbət eləyəcək. Mən də bilirsiniz, cavan oğlanam, 20 yaşında uşaq. Axund hara, mən hara. Təzəlicə iman etdim. Gəl görüm, otur burada. Oturdum. Bir xalça idi. Xalçanın üstündə oturdum. Görürəm bir nəfər, bilirsiniz, Qolyat haqqında oxumusunuz. 3 metrəli bir Qolyat bir döyüşçü var. O da elə hündürboy, mən elə bir axund, elə bir molla görməmişəm. Doğrudan da yekə bir insan. Mənə belə çəpgöz baxır. Oturub, xoş gəldin. Mən də susuram. Eşitdim ki, deyir, Cavad qardaşımız deyir ki, sən deyir, müsəlman olaraq xristiyan oldun, necə olan bir şeydir, danış görüm. Mən də nə danışım, deyirəm ki, İsa'ya iman etdim. Bala, yanlış yoldasa və mənə nəsiyyət verir, başa salır. Bəlkə bir 15 dəqiqə, 20 dəqiqə söhbət eləyirmiş. Mən də qorxa-qorxa, titrəyə-titrəyə deyirəm, nə deyirmiş ya. Müəllimdir də, ustaddır. Bu mənlə söhbət eləyir. Bilirsiniz, doğrudan da bir fəlsəfə kimi, elə uca sözlərlə, belə bilir də necə lazımdır da danışsın. Mən də ürəyimdə dua edirəm, ya Rəbb, bu mənlə söhbət eləyir. Mən nə cavab verə bilərəm buna? Nə cavab verə bilərəm? Və gözlərimi, bilirsiniz, yumdum, birdən belə baxdım buna. Gördüm ki, bu mənlə söhbət eləyirmiş, müqəddəs yerdir deyir də, siqaret çəkir. Siqaret çəkir, söhbət eləyir mənə. Danışıb qutarandan sonra, anladın. Mən də bu
istəyirəm bu məktəbdə birinci sinifdə şagirdlər olur. Onlara bir sual verim deyirəm. Əlimi qaldırıram, buyur. Siqareti niyə çəkirsiniz? Soruşsun da elə. Mən elə baxdı dedi, necədir? Siqareti çəkmək olmaz. Birincisi bura müqəddəs yerdir. İkincisi də ki, müqəddəs yerdə olan müqəddəs olar. Siz siqareti çəkirsiniz. Siz birincisi bədəninizə ziyan, ikincisi də ki, Allaha qarşı günah işlədirsiniz. Mənə baxdı, cavada baxdı. Heç bir söz deyəmədi. Birdən nəsə kimisə bir çağırır. Bura gəl, bura gəl. Birini də çağırır. Gəlib oturur. Molla imiş yanımda. Bir də deyir ki, maraqlıdır. Mən deyir, birinci hədə görürəm ki, mən ona elə bir söz açıram deyir. Bu isə mənə sual verdi, mən ona cavab verə bilmədim deyir. Gəl sən onunla danış. Mən bilirsiniz, daha doğrusu mən biraz bitər oldum. Tək insanam bu. 3 nəfər. Sonra bir 3 dəqiqədən sonra 7-8 nəfər yığılışdı. Və həmən o kimi ki çağırıb mənə sual verir. Deyir ki, mən də İncil kitabı oxumuşam, çox gözəl oxumuşam. Bax, İncil kitabınızda yazılıb ki, əgər deyir, sağ tərəf yanağınızdan vursalar, nə etməlisən? Bilirsiniz nə etməlidir? Bir mənə bu çırpmaq istədi ki, mən o saat biraz kənara çəkdim. Yox, Neftçala rayonunda, mən orada qalırdım. Bəli, rayonda. Mən çəkindim. Yox, alınmadı. Nə yaxşı ki, alınmadı. Alınsaydı elə orada qalardım bəlkə də. Çəkindim. O da deyir ki, yaxşı, nə yazılıb orada? Deyirəm, müəllim, üzr istəyirəm, mən hələ təsəllicə iman etmişəm. Həmən yeri hələ oxumamışam. Oxuyanda cavab verərəm, deyirəm. Bilirsiniz, qəzəblə mənə baxaraq dedilər ki, dur, rədd ol buradan, şükür. Mən elə sevindim, o saat oradan çıxıb getdim. Bax, burada da biz görürük ki, həmən o kör insan anadan gəlmə, onun da gözləri açıldı, onu da elə bil o mədrəsəyə, məclisə gətirirlər, söhbət edirlər, atasını, anasını çağırırlar. Bu sizin oğlunuzdur, bəli. Necə oldu ki, bunun gözləri açıldı? Bir cavab verin. Sual, yenə də təkrarən sual verirlər. Buna da deyirlər ki, sənin gözlərin necə açıldı? O sənə nə etdi? Bu yazıq insan da nə desin? Heç bir saat keçməyib iman edib. Heç bir saat keçməyib. Və baxın nə dedi? Onlara cavab verdi. İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz, deyir. Bəlkə siz də onun şagirdi olmaq istəyirsiniz və gözlərinə baxır. Siz niyə təkrarı? Mən cavab vermişəm, baxın. Yəqin ki, siz də yəqin ki, onun şagirdi olmaq istəyirsiniz. Onlar o adama bilirsiniz nə cavab verdi? Yazılıb ki, başdan ayağa günah içində doğuldun, indi sən mi bizə dərs verirsən? Onda onu bayıra da atdılar. O da sevinclə oradan çıxaraq bu işığı, bu təbiəti, atasını, anasını, bütün insanları görür və sevinir. Bu sevinci də İsa Məsihdən alıb. Çünki gözlərini doğrudan da İsa açdı və baxın o adamı bayıra atdıqlarını İsa da eşitdi və onu tapıb dedi. Sən deyir, Allah oğluna iman edirsənmi? Amma indi mən sizə sual verirəm. Sən Allah oğluna doğrudan da iman edirsənmi? O soruşdu. Ağa, o kimdir ki ona iman edim? Kimdir ki
Və İsa ona dedi: "İndi gördüyün və səninlə danışan şəxs odur." O da artıq onu ağa çağırmır. Baxın necə müraciət edərək deyir. O da ya Rəbb, iman edirəm dedi. Və İsa'ya nə etdi? Səcdə etdi, əzizlərim. İsa'ya. Əzizlərim, əziz bacı qardaşlarım, əziz bax burada olan qonaqlarımız. İsa Məsih bu dünyaya gəlib və deyir ki, dünyanın nuru mənəm. Bax gözləriniz açılsın, o işığı görün. Görün. Ona yaxınlaşın. Ona yaxın olun, ona dua edin ki, ya Rəbb, sən özün mənə bu həqiqəti mənə aç. Mən anlamıram. Bəziləri deyirlər ki, sən Allahın oğlusan. Bəziləri deyir ki, yox, nə danışsan Allahın oğlu ola bilməz. Sən özün mənə aç. İlk növbədə bilsiz nə açacaq? Açacaq mən kiməm? Bu bir. İkincisi, gözlərim də açılacaq. Açıq aydın görəcəyəm. Üçüncüsü də ki, Rəblə barışacağam. Və ondan sonra da o insan kimi Rəbbə səcdə edəcəyəm. Yəni mənim həyatım bundan ibarətdir. Qoyuram hər birinizə kömək etsin ki, İsa Məsih doğrudan da həyatınızda ən böyük bir şəxs olaraq Rəbbimiz olsun. Amin.